Sabirabad rayonu Muğan Gəncəli kəndində fərdi yaşayış evində baş vermiş yanğın haqqında məlumat daxil olub. Məlumata əsasən yanğın söndürənlər saat 03:26 radələrində hadisə yerinə çatıblar. Yanğın nəticəsində 1989-cu il təvəllüdlü İmanov Tural Ağasəfoğlu, 2002-ci il təvəllüdlü İmanova Şəfalı Rövşən qızı, 2020-ci il təvəllüdlü İmansoy Osmanbəy Turaloğlu və 2024-cü il təvəllüdlü İmansoy Esma Tural qızı vəfat edib. Yanğından 1956-cı il təvəllüdlü İmanova Bahar Niyaz qızı və 1983-cü il təvəllüdlü İmanov Ruslan Ağasəfoğlu xilas olunub. Çıxdı çölə, dedi ki, qonşunun evi yanır, gəldim. Gəldik, gördük, həqiqətən yanır. Anası ilə qardaşı çıxmışdıq, düşmüşdü pencerə tullanmışlardı, elə ki. Gəldik, yəni bir şey eləyənmədik, dedi ki, ev yanırdı. Belə biz də haya gəlmişik, yəni ki, bizim xəbərimiz olmayıb da, hər kəsin evi ayrıdır burada. Yəni ki, telefonlar da evdə elə hamısı yanıb. Elə görmüşük, halo göyə dirənir, gəlmişik, haya görmüşük ki, bizim bacımız oğludur. Ümumi sahəsi 240 kvadrat metr olan 6 otaqlı 2 mərtəbəli fərdi yaşayış evi yanar konstruksiyaları ilə birlikdə tamamilə yanıb. Yanğının digər sahələrə və tikililərə keçməsinin qarşısı alınıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.